Birinci vitse-prezident Mehriban Əliyeva kardinal Pietro Parolini yenidən görməyinə şad olduğunu deyərək katolik dünyasını yubiley ili münasibətilə təbrik etdi. Vatikanın dövlət katibinin keçən ilin noyabrında Azərbaycanda keçirilən COP29 tədbirində iştirakına görə təşəkkürünü bildirən birinci vitse-prezident ölkəmizin müqəddəs taxtacla inkişaf edən əməkdaşlığının son illər ərzində vüsət almış dinamikasından məmnunluğunu ifadə etdi. Azərbaycanın dini tolerantlıq və multikulturalizm dəyərlərini özündə birləşdirən ölkə olduğunu diqqətə çatdıran Mehriban Əliyeva bunun həm dövlət siyasəti, həm də cəmiyyətimizin yaşayış tərzi olduğunu vurğuladı. Birinci vitse-prezident müqəddəs taxtacla əməkdaşlıq çərçivəsində Heydər Əliyev Fondu tərəfindən görülən işlər barədə danışaraq, ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu bildirdi. Birinci vitse-prezident həmçinin dedi ki, dövlət katibinin keçən ilin noyabrında Azərbaycanda qaldırdığı məsələ ölkəmizdə ikinci katolik kilsəsinin tikilməsi müsbət həllini tapmaqdadır. Prezident İlham Əliyev tərəfindən artıq bu barədə müsbət qərar verilib. Pietro Parolin birinci vitse-prezident Mehriban Əliyevanı yenidən görməkdən şərəf duyduğunu deyərək, Azərbaycan dövlətinə münasibətlərin bu səviyyəyə çatdırılmasında səylərinə görə şəxsən prezident İlham Əliyevə dərin təşəkkürünü ifadə etdi. O, keçən ilin noyabrında COP29 ilə bağlı Azərbaycana səfəri zamanı prezident İlham Əliyev tərəfindən qəbul olunmasını müqəddəs taxtaca hörmətin təzahürü kimi qiymətləndirdi. Heydər Əliyev Fondunun dəstəyi ilə uğurla həyata keçirilən layihələr barədə danışan kardinal bu əməkdaşlığı yüksək dəyərləndirdi.